ağıllı olun, dövlətimizlə, vətəndaşımızla işiniz olmasın. O ki, orada oturan Azərbaycanlı bəzi blogerlər var. Tələsməyin. Bəziləri üzün cavabını başda adını çəkmək istəmirəm. Biri var Almaniyada oturur. Onun adını çəkməyəm onun üçün şərəf olar. O şərəfsizin şərəfi olmur, düzdür. Almaniyada oturur. And olsun Allaha, böyründə 6 nəfərlə gəzsən, 10 nəfərdə gəzsən, sənin payını verəcək. Qurana and olsun verəcək. And olsun Rəbbimə, yaradanma cavabını. Səni bizə nə günə qoyacaq orada? Böyründə 6 nəfər gəzir. 6 nəfər gəzirsə, qapını döyəndə gözü o qaz fıskırdanda, o 6 nəfər hardaydı? Şərəfsiz, qeyrətsiz. Səni inşallah yollar açılsın, səni mən vuracam. Səni mən vuracam. And olsun Allaha, səni mən vuracam. Aa, gör nə deyirəm, istəməli, aya, sən birbaşa Abzalovkanda, əlində dərmanla, zatla bakazukalıq edirsən. Gör nə deyirəm, yetim yesirə pul para paylayanda, xaricdəkilərin pulunla yardım edirdin. İndi nə yaltaqlıq edib ortalığa düşübsən, hə? Sən bilirsən ki, insanlar var ki, uşağının əskər yanına yemək apara bilmir, hə? Sən onu bilirsən ki, marketdə qiymətlər nətər bahalaşıb ki, cəmaat maaşından o biri maaşına çıxarda bilmir. Hamı səni kimi istəməli ortalıqda yayın açıb bakazukalıq eləyə bilmir. Sən onu bilirsən, yalandan qoluna 200 qram hava yığıbsan, bakazukalıq eləyirsən el oba arasında. Danışırsansa da kişi kimi danış,